Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizin üçün tam 2025 test toplusunun ümumi sınaq 3-ün izahatını verəcəyik. Suallarımıza keçid alaq. Uyğunluğu müəyyən edin. Napolyon 2-ci Mahmud Fətəli Şaha aid olan uyğunluğu müəyyən edin. Burada qeyd edilir. İngilislərlə bağlı müqavilə əsasən insan sərhədlərinin təhlükəsizliyini təmin edəcəyini bildirmişdir. Məsələn, Tehran müqaviləsində Fətəli Şah A bəndi 3-ə gedəcək. İngilis və Fransız donanmasının dəniz döyüşündə məğlub olmuş Navarre dəniz döyüşündə 2-ci Mahmud apardığı müharibədən sonra Azərbaycanda qeyri-müsəlman əhalisini köçürmüşdü. Məsələn, 1-ci Napolyonun apardığı müharibələr nəticəsində Almanlar və eyni zamanda Osmanlı ilə eyni zamanda Qacarlar və Rusiya ilə aparılan müharibə nəticəsində ermənilər köçürülüb. Deməli, burada C ortaq cəhətdir və Aleksandr ilə sülh müqaviləsi imzalanıb. Bəli, 1-ci Napolyon Tilsit, 2-ci Mahmudla Buxarest, Fətəli Şahla Gülüstan müqaviləsi imzalanıb. Bu da deməli ortaq cəhətdir. CD getdi ortaqa. Və Vestfaliya sülhündən sonra yaranmış mövcud vəziyyətə status quo-ya son qoydu. Bu da 1-ci Napolyondur, işğalçı müharibələr aparmağının. Deməli, bir də burada uyğun cavab oldu. 1-də Y, 2-də B, 3-də A, 4-də C'dir. Doğru cavabımız B variantı olar. Növbəti ikinci sualda xronoloji ardıcılı müəyyən edin. Mudros müqaviləsi 1918 oktyabr, Polad paktı 1940-cı il, daha doğrusu 1939-cu il, Montre konfransı 1936, Türkiyənin Millətlər Cəmiyyətinin daxil olması 1932, Sevr müqaviləsi 1920-ci ildə aid olduğuna görə burada 1-ci Mudros müqaviləsi, yəni 1, sonra deməli 5 gələcək, yəni Sevr müqaviləsi 1920, sonra 4 Türkiyənin Millətlər Cəmiyyətinə daxil olması 32 və 3 Montre konfransının keçirilməsi, eyni Polad paktının imzalanması. Yəni doğru cavabımız A variantı olar. Üçüncü sualda miladi təqvimində hesablayın. Yunan təqvimi 443-cü ildən baş vermiş bu döyüşdən Roma təqviminin 620-ci ildən baş vermiş hadisəni çıxsaq, aşağıdakı hadisələrdən hansı alınır? Bunun üçün əvvəlcə Yunan təqvimi 776-dan başlayır. Biz ondan 443 çıxsaq, deməli alınar, deməli burada 333. Eyni zamanda 753 deməli burada Roma təqvimidir. Ondan 620 çıxsaq, burada da məlum məsələdir ki 133 alınar. Deməli bunlar arasında fərqi tapsaq, eradan əvvəl 200-cü il eləyir. Eradan əvvəl 200-cü ildə baş verən hadisəni müəyyən etmək bizə lazımdır və buna görə də Tiberi Qraxun statı 123-133, 133-123, yəni A düşməz. Çinin şimal hissəsi onların əlinə keçdi. Bu Pinçen müqaviləsinə əsasən idi. Ona görə də burada 3-də B variantı alınar. Növbəti suala baxırıq. Uyğunluğu müəyyən edin. Bu ölkənin dənizçisi ilk dəfə olaraq Afrika qitəsinin cənubuna qurtaracağını keçib Hind okeanına çıxdı. Bu Vasco da Gama deyək ki, buna Portuqaliya deyək. Yəni A bəndi 1-ə gedəcək. Kuba və Haiti adalarını kəşf edən şəxs bu ölkədən idi. Bu Xristofor Kolumb idi. Xristofor Kolumb Genuadan idi. Ona görə bu variant heç birinə getmir. Braziliyadan başqa Cənubi Amerikası bu ölkələr tərəfindən işğal olunmuşdu. Təbii ki, bu İspaniyadır. C bəndi 2-yə gedəcək. 16-cı əsrin sonunda Burbonlar sülaləsi isə Fransada yaranmışdı. D bəndi 5-ə gedəcək. Deməli, 1-də A, 2-də C, 1-də A, 2-də C, 3-də, 5-də D, doğru cavabımız C variantında göstərilib. Növbəti 4-cü suala baxdıq. Növbəti suala baxdıq. 5-ci sualda Peçeneglərin Bizansa hücum etməsi 1091-ciildədir. Ondan sonra deyir ki, Böyük Səlcuq ərazi bütövlüyü 2 yerə parçalanması, yəni bölünməsi 1157 olsun. Deməli, bu aralıqda olan hadisə. Və eyni zamanda 4-5 bundan sonra Avropa dini müharibənin soğuq olması isə deyək ki, burada dini müharibəsi Augsburg sülhü ilə 1555 deyək ki, 55. İndi bu aralıqda düşən rəqəmlər olmalıdır. Peçeneglərin deməli 2-də ardıcıllıq Almaniya dini müharibənin soğuq olması. Avropada ən böyük sülh konfransı Vestfaliya sülhüdür. Vestfaliya sülhü 1648-ci ildədir. Bu düşməz.
1555-dən o tərəfə düşməməlidir. Qaraxanlı dövləti isə 1042-ci ildə parçalanıb B-də düşməz. Deməli, A ilə B olan cavabları aradan götürməli idik. A, B cavablar aradan getməlidir. Burada indi C, Y, D və yaxud C, D, Y o cavab olar. Ardıcılıqla baxanda Qüds şəhərinin deməli əvvəl C gəlməlidir. İspaniyanın sonuncu müsəlman dövlətinin süqutu 1492 və Kiyevin Batı xan tərəfindən ələ keçirməsi bundan əvvələ düşür. Deməli, təxminən 13-cü əsrin 40-cı illərində aiddir. Deməli, C, Y, D olmalıdır. C, Y, D doğru cavabımız burada C variantında, 5-ci sualda C variantı olur. 6-cı sualda Orta Daş dövrünə aid deyil. Ox və kamanın ixtira edilməsi var idi. Ona görə də A variantını götürmürük. Mikrolit əməkələtlərinin istifadə edilməyə başlaması da aiddir mezolit dövrünə. Əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsinə çevrilməsi. Deməli, əkinçilik və maldarlığın ibtidai əkinçilik maldarlıq mezolitdə yaranıb, lakin əsas məşğuliyyət sahəsində neolitdə çevrilib. Ona görə C uyğundur. Əsasən Qobustandan öyrənməsi doğrudur. Heyvanların əhəlləşməyə başlaması da doğru olduğuna görə bunu götürmürük. Deməli, C uyğun cavabdır 6-cı sualda. Və növbəti 7-ci suala baxırıq. Deyir ki, verilmiş xanlıqların hansı haqda məlumat verilməmişdir? 7-ci sualda qeyd edilir ki, xanlıqlardan hansı haqda məlumat verilməmişdir? Həm Qacarlar, həm də Əfşarlar sülaləsi tərəfindən idarə olunmuşdur. Bu İrəvan xanlığıdır. Məsələn, Mirmehdi xan Əfşar, Həsənəli xan Qacar. Burada bir olan variantlar aradan getməlidir. Qacar sülaləsinin yerli nümayəndəsi tərəfindən yaradılmışdır. Bu Gəncə xanlığıdır. 5 də ola bilməz. Yəni bu 2 dənə variant uyğun deyil. Digər burada 3-4 və yaxud 2-4 ola bilər. İndi baxırıq 3-4-ə. İkinci Rus-Qacar müharibəsi zamanı geri qaytarılması mümkün olmamışdır. Və eyni zamanda 2-4 olan varianta baxırıq. Deməli, burada 2-4 hansı ki, İkinci Rus-Qacar müharibəsi dövründə geri qaytarması mümkün olmamışdır. Demək, 4 olan uyğundur. 4 cavabı Şamaxı uyğundur və bir də Təbriz olmalıdır. Təbriz ərazisi İkinci Rus-Qacar müharibəsi dövrü zamanı geri qaytarması mümkün olmamışdır. Ona görə də burada ilə A variantı uyğun cavab olur. Növbəti 8-ci suala baxırıq. Verilmiş məlumatlardan biri Ağqoyun dövlətinin Osmanlı əleyhinə diplomatik əlaqə saxlamış Avropa dövlətlərdən deyil. Moxaç döyüşündə Osmanlıların Macar Çex qüvvələri də uyğundur. Macaristan. Sonra 1684-cü ildə onun təşəbbüsü ilə Osmanlı əleyhinə müqəddəs birlik yaradılmışdı. Osmanlı əleyhinə, məsələn, deyək ki, onların təşəbbüsü ilə orada kimlər idi? Deməli, Venesiya idi, Respospolita idi, Rusiya. Bunlar müqəddəs birlik yaratmışdılar. Onların təşəbbüsü ilə Osmanlı bir neçə ölkəni deyir, hamısı daxil deyil. Ona görə də burada B uyğundur 8-ci sualda və deməli 8-ci sualda B uyğundur. Burada baxanda digərlərindən, məsələn, Səlib yürüşlərindən sonra Ağdənizə ticarət 1-ci il onların əlinə keçdi. Bu təbii ki, Venesiyadır. Bu da hərbi ittifaq bağlamışdır. Paris sülhünə görə Poznan və Qərbi Prusiya onlara verilməlidir. Bu Polşaya aiddir. BD də uyğun deyil. Berlin Konqresinin qərarına görə bir müddət Böyük Britaniya icarə vermişdi. Bu da Kipr adasıdır. Kipr Rodos krallıqlarına əlaqə saxlamışdır. Ona görə də burada B uyğun cavab olur. 9-cu sualda 19-cu əsrin ikinci yarısı Böyük Britaniya və Albaniya üçün ortaq olmayan cəhəti müəyyəndir. Rusiya ərazisində xarici kapitalının qoyulması. Deməli, 9-cu sualda Rusiya ərazisində xarici kapitalın qoymaları doğrudur. Güc tarazını qorunmağa çalışması, bəli, hər ikisi güc tarazlığını qorumağa çalışırdı. Fransanın şimal ərazisini bir müddət işğal etmələri. Bu Böyük Britaniyaya aid deyil. Ona görə də burada C uyğundur. Müxtəlif bloklara qoşulması, bəli, Böyük Britaniya Antantaya, Almaniya Üçlər İttifaqına qoşulmuşdu. Düzdür. Berlin Konqresində də iştirak ediblər. Ona görə də burada doğru cavabımız C variantıdır. Növbəti 10-cu suala baxaq. Müsəlman əyalətləri rəisi tərkibində əyalətlərdən birinə yaşayan Hətəm adlı tacirdir. Onun varlanması səbəblərindən biri Avropada gətirdiyi malların dövriyyəsinin artması idi. Bu 1921-ci ildə başlayan islahat, 1821-ci ildə keçirilən deməli islahata əsasən idi. Ticarət əsasnaməsinə görə idi.
Demək, malların dövrəsinin artması idi. Qəbul edilmiş növbəti qanundan sonra Avropada gətirilmiş malların dövrəsi xeyli məhdudlaşdırmışdı. Bu oldu 1831-ci ildə. Burada artıq məsələn deyək ki, Cənubi 3-cü ölkəyə satılması qadağan idi. Pərəkəndə bu ikinci qanun 1831-ci illədir. Deməli, həmin dövrdə yaşayan tacirlərin Osmanlı pullarından istifadə etməsi mümkündür. Deməli, burada deməli Osmanlı bu səhvdir. Osmanlı pullarından istifadə etməsi. Çünki Avropa ölkələrinin ticarət əlaqələri burada qeyd eləyir. Sonra deməli digər deyir ki, deməli həmin tacirlərin yaşadığı ərazinin birində mümkün olmayan səhvi deyir də. Bu uyğun olduğuna görə götürmədik. Ki, həmin tacirlərin yaşadığı ərazilərin birində 19-cu əsrin 30-cu illərinin ikinci yarısında Rusiya müstəmləkəsi əleyhinə üsyan baş vermişdi. Müsəlman əyalətləri rəisliyinin deməli tərkibində olan bir çox vilayətlərdə, məsələn Şəki olsun, Lənkəranda üsyanlar baş verib 30-cu illərdə. Ona görə də 2 də aiddir. Onun üçün biz onu götürməyəcəyik. Deməli 10-cu sualda və deməli 3-də Şəki əyalətində yaşayan tacirlərin Yelizavetpol qazasının gedəri rəhdari vergisi ödənməsi mümkündür. Rəhdari ümumiyyətlə bölgələr arasında hər hansı bir məsələn deyək ki, rəhdari vergisi alınmırdı. Sərbəst əlaqələr olduğuna görə 3 yanlış olduğuna görə biz onu doğru götürəcəyik. Və eyni zamanda qeyd edilir ki, bu dövrdə yaşayan tacirlərin Rusiya imperiyasının tətbiq olunmuş vahid çəki pul sistemindən istifadə etməsi ehtimalı vardır. Vahid çəki pul sistemi ümumiyyətlə 1839-cu ildə olub, 43-cü ilə qədər davam edib. Deməli, bu dövrdə vahid çəki pul sistemi mövcud deyildi. Deməli, sistemin ehtimalı vardır. Vahid çəki pul 39-da götürmək olar da, yəni bu da uyğundur. Burada deməli, bu tacirlərin yaşadığı ərazidə qondarma erməni vilayətinin yaradılması. Deməli, bu aid olduğuna görə biz onu götürməyəcəyik. Deyir ki, bu tacirlərin yaşadığı ərazilərdə qondarma erməni vilayətinin yaradılması mümkündür. Erməni vilayəti Naxçıvan və İrəvan istiqamətindedir. Burada deyir ki, müsəlman əyalətləri rəisliyinə daxil idi. Deməli, bu aid olmadığına görə biz onu doğru götürəcəyik. 3 ilə 5 uyğun cavabımız D variantı olur. 11-ci sualda qeyd edirik ki, uyğunluğu müəyyən edin. 11-ci sualda qeyd edirik ki, 19-cu əsrin 1-ci yarısında natural vergisinin pul vergisi ilə əvəz olunması 1852-ci ildə bu ikinci yarısına düşür. Qafqaz canişini 1844-cü ildə aid olduğuna görə bunu götürürük. Sahibkar kəndlərindən mülkədar tabelisi adı verilmişdir. Bu da deməli aiddir. Deməli, bunu da götürə bilərik. 11-ci sualda deməli, bir dəqiqə. 19-cu 1-ci yarısında deyir. Qafqaz canişinin yaradılması sahibkar kəndlərin mülkədar tabelisi adı verilmişdir. 19-cu əsrin 1-ci yarısında. Deməli, burada olur. Qafqaz canişinin yenidən bərpa edilməsi deyir. Qafqaz canişinin yaradılması deyil. Yenidən bərpa edilməsi 1883 olduğuna görə B variantını götürmürük. C variantı 1846-cı il. Mülkədar tabelisi 1846-cı ildə aid olduğuna görə C variantı düşür. B-yə düşmür. Çünki Qafqaz canişinin yenidən bərpa edilməsi, yaradılması bir dəfə 1844-də yaradılıb 83-ə qədər. İkincisi də 1905-ci ildə yenidən yaradılıb 1917-ci ilə qədər. Deməli, yenidən bərpa edilməsi 20-ci əsrin əvvəllərinə düşür. Bunu götürə bilmərik. Digər isə deməli 11-ci sualda həmçinin ikincisinə baxırıq. 19-cu əsrin ikinci yarısında Tənbəki üsyanı Şimali Azərbaycana aiddir, Cənubi Azərbaycana aiddir. 1891-ci illər ilk kapitalist müəssisəsi olan manufakturaların meydana gəlməsi isə 1827-ci il Xanabad manufakturasıdır. 19-cu əsrin birinci yarısında aiddir. Ona görə də hər ikisində C variantı olur. Doğru cavabımız D olur. Deməli, 11-ci sualda D variantı. 12-ci suala baxaq. Yusif bin Əbu Sacın fəaliyyətinə aid uyğunluq pozulmuşdur. Ani və dəbilin ələ keçirilməsi var idi. Doğrudur bu. Gürcü hakimliyinin qoşunlarını məğlub etməsi də var. Gürcüstana hücum etmişdir. 10-cu əsrin 2-10 illiyində xilafət xəzinəsinə göndərilən xəracı dayandırmışdır. Bu 9-12-ci ildə aid olduğuna görə
10-cu əsrin ikinci 10 illiyinə düşürdü. Ona görə də yanlış olan C variantıdır. Tiflis və Dərbənd əmirliklərinin öz hakimiyyəti altında birləşdirməsi uyğundur. Dərbənd şəhərinə uçulub dağılan hissələrinin təmin edilməsi də var idi. Məsələn, həm sacilər, həm də deməli Şirvanşahlar Dərbənd səddini bərpa etmişlər. Ona görə də uyğun olaraq 12-ci sualda C variantı. Növbəti suala baxaq. Deməli 12, 11-ə baxdıq. Növbəti suala deməli 12-yə baxdıq və 13-cü suala baxırıq. Xəritəyə əsasən doğru cavabları müəyyən edin. Xəritəyə əsasən deməli doğru cavabı müəyyən edin. Burada deyir ki, 1-2 Osmanlı işğalına məruz qalıb. 1-2. Deməli burada Misir və Əlcəzair. Bunu götürmək olar. Deməli götürmək olar. 1 var. Misir və Əlcəzair, Osmanlı. 3 qədim dövrdə demokratik respublika çevrilə bilmədi. 3 İtaliya ərazisidir. Bu da Respublika, Demokratik Respublika Yunanistan. Ona görə bu da yanlışdır. Çünki patris və plebeylər arasında gedən mübarizədə hakimiyyətin bir neçə patris və plebeylər arasında cəmləşməsi gətirib bura çıxartdı. Ona görə də 13-cü sualda elə deməli D variantı uyğun olurdu. İndi baxırıq digər variantda. Məsələn, 20-ci əsrin əvvəllərində Osmanlı məğlub olaraq 2-yə sahib oldu. 20-ci əsrin əvvəllərində Osmanlını məğlub edərək 2-yə sahib oldu. Deməli 3-ə aid məsələn. İtaliya Osmanlını məğlub etsəydi, Liviyanı ələ keçirəcəkdi. Liviya ərazisi təxminən bu deməli göstərdiyim əraziyə daxildir. Ona görə də burada 3 aid deyil. Birinci İmperator Napolyon tərəfindən işğal edilmişdi. Birinci Napolyon imperator deyildi hələ. 1804-cü ilə imperiya olduğuna görə 4 yanlışdır. 2. Şimali Afrikada Osmanlıdan ayrılmış son ərazidir. Son ərazi Liviya ərazisi olduğuna görə 5 də uyğun deyil. Deməli elə 1-2 uyğun imiş. Növbəti sual 14-cü sualda türk-tatar dilinin qrammatikası müəllifinə aid olan cavabı müəyyən edin. Bu təbii ki belə deyək ki, Mirzə Kazım bəyə aid xüsusiyyətdir. Rusiya Arxeologiya Cəmiyyətinin Şərq Numizmatikası şöbəsinə başçılıq etmişdi. Bu Mirzə Zəfər Topçubaşovdur. A uyğun olmaz. Əsərlərindən birinə Demidov mükafatından layiq görmüşdü. Bəli, türk-tatar dilinin qrammatikası və Dərbəndnamə əsərinə görə Demidov mükafatına layiq görmüşdü. B uyğundur. Yazdığı əsərlərin fars dilinin tədrisinə daxil edilmişdir. Yanlışdır. Almaniyanın Strasburg Universitetində ali təhsil almışdı. Bu Mövsüm bəy Xanlarovdur. Şamaxıda Usul Cədid məktəbini yaratmışdı. Təbii ki, Seyid Əzim Şirvaniyə aiddir. Deməli, Y variantı uyğun deyil. Burada elə B uyğundur. 15-ci suala baxırıq. Aşağıdakı cədvəldə hansı hadisələrinin yerini dəyişsək, deməli, hansı hadisələrin yerini dəyişsək, düzgün xronoloji arıcılıq alınar. Xostak Sasanilərə aiddir. Sasani. İlk ilcə deməli ilcə Monqollar olsun. Monqollara aiddir. İlcə ərəblərdir daha doğrusu. Üzrlü hesab edin. Ərəblər, ərəb. Bu İncu Monqol olsun. Monqoldur. Uç isə Uç torpaqları Səlcuqlar dövründə meydana gəlib. Tiyul isə Səfəvilər dövründə meydana gəlib. Burada aydınca biz görə bilirik ki, məsələn, Monqollar Səfəvilərdən sonra hakimiyyətə gəlib. Burada 3 ilə 4 uyğun cavabımız C variantı olar 15-ci sualda. Deməli, C uyğundur. 16-cı suala baxaq. 16-cı sualda deyir ki, Roma poeziyasının qızıl dövrü adlanan dövrdə Azərbaycanda baş vermiş hadisəli müəyyən. Roma poeziyasının qızıl dövrü eradan əvvəl 1 və eramızın 1-ci əsrinə aiddir. Bu aralıqdadır. Romalar Frans məşərini tuta bilməyərək geri çəkildilər. 1-i götürə bilərik. Eradan əvvəl 36, 1 var. Atropatena Parfiyanın hakimiyyəti altına düşdü 16-da. Deməli, Atropatena Parfiyanın hakimiyyəti altına düşdü. Eramızın 1-ci əsrinə 2 də uyğundur. Tiberi İber və Alban hökmdarlarına xeyli pul göndərmişdi. Bəli, Parfiyaya qarşı 3 də var. Roma İmperatoru Adrian Albaniya hökmdarları ilə dostluq qalaraq saxlamışdı. Bu 2-ci əsrdə yaşadığına görə götürmürük.
Artabazanın Romanın köməyi ilə ermənilərin hakimiyyəti altına almışdı Artabazanı. Artabazan Artabaz Artabazan Selevkilərin hücumuna məruz qalıb. Ümumiyyətlə 4 ilə 5 olmaz. 1, 2, 3 uyğun cavabımız Y variantı olar 16-cı sualda. Və 17-ci suala baxırıq. Verilən hadisələrdən biri Qərbi Avropa dövlətlərinə aid deyil. Avropada feodalizm quruluşunu çevirmək üçün ilk cəhd bu ölkədə olmuşdur. Verilmiş hadisələrdən biri Qərbi Avropa dövlətlərinə aid deyil. Feodalizm quruluşunu devirmək üçün ilk cəhd bu ölkədə olmuşdur. Deməli, Roma ərazisidir 17-ci sualda. Deməli, aiddir. Qərbi Avropa dövlətlərinə aiddir. Romadır, düşür də. Sultan Süleymanın paytaxtı mühasirəyə alsa da tutmaq olmadı. Bu da Viyana, bu da Avropa ölkəsidir, Qərbi Avropa. Avstriyadır. Deməli, Şlifen planı üzrə bu ölkə yürüş zamanı iflasa uğradı. Təbii ki, Şlifen planı həm Fransa, həm də Fransaya aid götürə bilər. 1939-cu ilin sentyabrında Almaniya ilə SSR arasında bölüşdürülməsi rəsmiləşdi. Bu Polşadır. Polşa Qərbi Avropada deyil, Şərqi Avropadadır. Ona görə də burada 17-ci sualda D uyğun olar. Və 18-ci suala baxırıq. Hadisə nəticə əlaqəsi pozulmuşdur. Məhəmməd Həsən xan Qacarın ölümü Fətəli xan Əfşarın Azərbaycan Cənub Turanı itirmiş mövqelərini bərpa etməsi. Deməli, bu Məhəmməd Həsən xan Qacarın ölümü bu doğrudur. Doğru olduğuna görə biz onu yanlış götürəcəyik. Burada çünki yanlışı istəyir 18-ci sualda. Sonra Salyan, Dərbənd və Bakının Quba xanlığına birləşməsi Azərbaycan şimal-şərq torpaqlarının birləşdirməsinin birinci mərhələsinin başlatılması düzdür. Deməli, A, B yanlışdır. A, B olan variantlar aradan çıxsaq, deməli, burada 2 dənə variant, ya C-Y, ya D-Y olar. Doğru cavab 18-ci sualda. İndi baxırıq C variant. Ballaqaya döyüşünün Xaçın Bəyliyin Qarabağ xanlığına tabi edilməsi düzdür. C də var. Deməli, C olan variant yanlışdır. Burada D-Y olur. 1750 İrəvanda saray çevrilişi Qacarlar sülaləsini Əfşarlar sülaləsi əvəz etdi. Bu yanlışdır. Əslində Əfşarları Qacarlar əvəz edib. Hadisələrin Şirvan yürüşü Qubalı Fətəli xanın Şamaxıya kömək etməsi nəticəsində plan baş tutmadı. Əslində Qubalı Fətəli xan deyil, Hüseynəli xan idi. Uyğun cavabımız C variantı olur 18-ci sualda. Və növbəti, deməli 19-cu suala baxaq. Uyğunluğu müəyyən edin. Deməli 19-cu sualda deyir ki, uyğunluğu müəyyən edin. Deməli, baxırıq. Deməli, burada 19-cu sualda 1 təxminən bir Rusiyanın ərazisidir. 20-ci əsrin əvvəllərində Buxarə sülhü ilə başa çatan müharibədə məğlub olmuşdur. Deməli, bu Bolqarıstandır. Buxarə sülhü ilə başa çatan müharibədir. Məsələn, 1913-2-ci Balkan müharibəsində bu deməli düşür. A bəndi düşəcək Bolqarıstan ərazisində. A gedəcək 2-yə. 1916-cı ildə Antanta tərəfindən müharibə qoşulsa da həmin il sonunda Avstriya, Alman, Bolqar qoşunları tərəfindən məğlubiyyətə uğratmışdı. Bu Rumıniyadır. B 1-ə gedəcək. Ədirnə sülhünə görə muxtariyyət alan ərazilərdən idi. Bu Serbiya, Çernogoriya deyək ki, bu ərazidir. Ona görə də burada 3 uyğun gələcək. 3-ə C bəndi gedəcək. Gənc Türklər hərəkatı isə Makedoniyada idi. D bəndi gedəcək 5-ə. B də 5-ə gedəcək. Deməli, 1-də burada uyğun cavab olur. Deməli, 19-cu sualda. 1-də B. Deməli, 2-də A. 3-də deməli, 3-də 3 yox. Daha doğrusu 4-də C. Bir dəqiqə 19. 4-də C-dir də bu 4 rəqəmi göstərir. 4-də C. Deməli 4-də C bəndi və 5-də D uyğun cavabımız 19-cu sualda A variantı olur. A variantı deməli A uyğun cavab olur. 20-ci suala baxırıq. Qubalı Fətəli xanın hakimiyyət illərinə aid olan hadisələrin xronoloji ardıcını müəyyən edin.
Dərbəndin Quba xanlığı birləşdirməsi 1759, Muğanda yerləşən Cavad xanlığının Quba birləşdirməsi 1768, Şamaxı xanlığının tamamilə Quba xanlığına birləşdirməsi 1768, Salyan ərazisinin Quba xanlığı birləşməsi onun dövrünə deyil, bu Hüseyn Əli xan dövrünə aiddir. Bakı xanlığının Quba xanlığının tabeliğinə çıxması isə ondan sonradır, yəni onun ölümündən sonra olub. Bunu da götürmürük. Deməli, burada 5 olan və 4-5 olan variantlar aradan getməlidir. Deməli, burada 1-2-3 ya 1-3-2 olmalıdır. Əvvəlcə deməli, bir Quba xanlığı, Dərbəndin Quba xanlığı birləşdirməsi olur. Sonra Şamaxı xanlığının tamamilə birləşdirməsi və eyni zamanda Muğanda yerləşən Cavad xanlığının Quba xanlığı birləşməsi isə deməli 2 bundan sonraki. Deməli, burada 1-3-2 uyğun cavabımız D variantı olar. Burada D uyğun cavab olar.